təkər bazası və təkər düsturunun pozulması 1 düym, 2 düym yuxarı və yaxud aşağı disk qoymaq deyil. Təkər bazası dəyişmək odur ki, bizim avtomobilimiz 4 təkərin üzərində gedirsə, mən bunu 6 təkərə dəyişirəm. Yəni 6 təkər taxıram maşınıma. Yəni edirlər bunu. Və yaxud da ki, 6 təkəri mən 4 təkərlə dəyişirəm. Bax, bu təkər bazasının dəyişdirilməsidir. Təkər ölçülərinin dəyişdirilməsi bazaya heç bir aidiyyəti yoxdur. Düsturun pozulmasına heç bir aidiyyəti yoxdur. Əfsuslar olsun ki, bəzi ekspertlər 1 düym, 2 düym yuxarı qoyulan təkərlərə açıq fikir bildirirlər ki, bu 150 manatlıq cərimədir və buna görə maşın duracağa yerləşdirilməlidir. Burada normativ tələb pozulub. Mən buna görə də istərdim, burada da bir fikir bildirim ki, normativ tələb dedikdə, əgər biz avtomobilimiz üçün traktor təkəri qoyuruqsa, böyük bir təkər. Misal üçün, xaricə baxsaz, görərsiniz ki, Priuslar var, traktor təkəri ilə. Bu artıq normativ tələbin pozulmasıdır. Mənim avtomobilim minik avtomobildirsə, minik avtomobilin təkərləri quraşdırılmalıdır. Yəni, off-road təkəri qoyub dağa daşa sürmək məsələsidir. Başa düşürsünüz? Burada artıq normativ tələb pozulur və buna görə maşın duracağa yerləşdirilə bilər və cəriməsi 150 manatdır. Yoxsa mən maşınıma 16-lıq diski 17 ilə əvəz edirəmsə, ən pis halda mənim avtomobilim üçün 17-lik disk nəzərdə tutulmayıbsa, misal kitabçasındamı, sənədlərindəmi, birkasındamı və yaxud internetə yazırsan, vurursan ki, 17 sənin maksimal ölçün tutağım 16-dır. O da tövsiyədir, yəni məcburiyyət deyil. Bu halda avtomobili saxlayan YPX əməkdaşı görür ki, sənin avtomobilin üçün bu nəzərdə tutulmayıbsa, ən pis halda 50 manat cərimə eləyir və deyir ki, bunu aradan qaldırmalısan. Vəssalam.